Bu bizim çempionat qabağı son məşqlərimizdir. Qardaşlar, Azərbaycanın kartfishing həvəskarları. Bu bizim çempionat qabağı son məşqlərimizdir. Bütün klublarla bu məşqə yığışmışıq. Necə deyərlər, nə qədər çox məşq eləsə, çempionat bizə o qədər hasant gələcək. Yəni bugünkü məşqlərimiz də yenə də təkrarlanmadır. Qardaşlar, markirovka nədir? Hər dəfə bu haqda danışırıq. Bizim heç bir çəkilişimiz olmamışdı bu haqda. Klipsiyə vurmaq haqqında danışmışdıq. Bu markirovочный qruzdur. Bunun çıxıntıları onun üçündür ki, biz torpaq səthini, suyun altındakı torpaq səthini hiss eləyək çubuqda. Çubuğumuz olmalıdır 3.5 3.5 LV, çox yumşaq çubuq olmalıdır ki, hər bunun qruntda verdiyi effekti biz çubuqda hiss eləyək. Bunu da ancaq təcrübə ilə sonradan bilirik ki, məsələn bu hansı yerlərdə nə göstərdi. Suyun lil olan yeri var, suyun altında ot var, suyun altında daşlıq var, suyun altında dərə var, dərədən giriş, dərəyə düşüş, dərədən çıxış. Onların hamısını biz bu qruzla hiss eləyirik. Ondan sonra nə gəlir? Həmin nöqtənin dərinliyi. Dərinliyi də necə bilinir? Əgər bu qruz düşürsə, biz atışda bunu bu şəkildə, görün, bu bunun içindən belə hərəkət eləyir. Biz atışımızı eləyirik. Atışımızı elədikdən sonra çubuğumuzda burada müəyyən bir məsafə var. İndi burada görsənmir, amma mən o məsafəni görürəm, 50 santıdır. 50 sant olaraq mən bu ipdən yavaş-yavaş buraxıram. Buraxdığım zaman nə vaxt bu suyun üzünə qalxdısa, şərikim hansı ilə ki bir komandada iştirak edirik, yəni bir çempionatı, bunun başındakı bayrağı dalnemer deyilən bir cihazla, uzaq ölçən, məsafəni göstərə bilən, ölçə bilən bir cihazla bunun başını görür, bu flajoku görür. Gördükdən sonra bilir ki, məsələn, bizim durduğumuz yerdən, rotbotumuzun olduğu yerdən həmin distansiyaya metrə nə qədərdir? Həmin metrəni gördükdən sonra isə mən ona həmin olduğu nöqtənin quruntun hansı quruntdan keçdi. Bu da təkrarlanır hər 5 metrədən bir. Yəni 5 metrə çəkirəm, quruntu hiss eləyirəm. Şərikim, naparnikim dalnemerlə mənə bizim Poplavokun çıxdığı yerdə olduğu distansiyanı deyir, mən də ona quruntu deyirəm. Bizim çəkdiyimiz xəritədə bu öz şeyini göstərir. Yəni ki, biz sonra o xəritəni oxuyub, hansı nöqtəni işləyəcəyik, hansı distansiyanı işləyəcəyik, həmin distansiyanı spon çubuğumuza yemləmək üçün və balıq tutacağımız çubuqlara distansiyalarımızı ötürürük. Bunun da indi ardıcıllığını göstərəcəm. İndi hal-hazırda yaxınlaşıram mən nöqtəyə, atış edəcəyim nöqtəyə. Naparnikim oturub dəftər önündə, xəritə çəkəcəyimiz dəftər önündə, qələm önündə, dalnemer dediyim cihaz da burada. Yəni uzunluğu ölçə bilən cihazdır bu. Mən atışımı edirəm, ardıcıllığı özünüz izləyin. İndi hal-hazırda tam taram çəkirik. Tarım oldu hal-hazırda. Çubuq hər zaman düz durur. Duruşumuz rotbotumuzla eyni hizada, ölçü dəqiqliyinə görə. Hal-hazırda bu vəziyyətdə durmuşuq. Leskamız taram vəziyyətdədir. Poplavokumuz görsənmir. Mən bu şəkildə friksiyonu açıram. Buradan başlayıram. Yavaş-yavaş çubuqda seçdiyim nöqtə və barmağımla ora olan məsafə 50 santıdır. 1,
2, 3. İndi hal-hazırda poplavok çıxacaq üzə. Mən saydım 8 ədəd 50 santı. Mənim oradakı dərinliyim 4 metrədir. Əhməd, bir dənə flajoku vur, gör buradan ora məsafə nə qədərdir? 100 metr. 100 metr. Qeyd elə 100 metrəni. Bizim maksimum şeyimiz 100 metrədədir. İndi hal-hazırda bunu bağlayıram, boşluğu yığıram. Yenə də boşluğu yığıram. Boşluq bitdikdən sonra bu katuşkanın hər bir oborotu 1 metrədir. Burada başlayıram saymağa. 1, 2, 3, 4, 5. 5'e gəldim, çatdımsa çubuğu yana veririk və oradakı Microwash quruzun suda necə gəldiyini hiss eləmək üçün hal-hazırda mən hiss edirəm ki, lilli yerdən keçir. Ona görə ki, yüngül dartınmalar var. Yerdə sürüşmə yoxdur. Lillidir, amma elə bir batır çıxır. Bax, onu hiss edirəm. 5 metrəmiz tamam oldu. Bunun hər biri 5 metrədir. Tam boşluğumu yığıram. Boşluğu yığdıqdan sonra friksiyonu açıram və yenə də saymağa başlayıram ki, bizim poplavok suyun üzünə qalxsın, biz flajoku görək. Yenə sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, flajokumuz görsəndi. Həmin məsafəni yenə də naparnikimdən soruşuram. Neçə metrə? 95 metre. 95 metrə yer lildir. Bir xətt olaraq göstər onu, həmin lili. Bir xətt olaraq. Yəni çox belə ilişkən lil olmadığına görə bir xətt. Lilli bir xətt. Yəni ki, çox belə yüngül. Qeyd elədim. Markirovkanı bitirdik. 100 metrədən 70 metrəyə qədər olan distansiyanı markirovka elədik. Deməli, burada nədir? Biz yaxınlaşdıqca bu aşağı hissəni tam belə cızıq verməyim. Buranın 15-20 metrəsi otdur. Yəni oranı mənasızdır. Ona görə ki, markerini quruz da ilişir, poplavok da ilişir suyun altında. O hissənin markirovkasını etmirik. Ona görə ki, bizə üçün o perspektivli bir nöqtə deyil. Biz perspektivli nöqtə olaraq 80-85 metr arasında boşluq bir dərə tapdıq. Həmin dərəni o çəkilişlər biraz uzun çəkir. Yəni biz markirovka bir sektorun markirovkası ən azı 2 saat, saat yarım, 3 saat da apara bilir. Ona görə ki, biz mexaniki markirovka eləyirik, idman balıqçılığı markirovkası eləyirik. Burada da biz bir xətt üzərində işləməyi düşünürük. Bir xətt üzərində də seçdiyimiz nöqtə 80-85 metrədir. Bu 80-85 metrəni indi spomb çubuğumuza 82 metrə, yəni biz 80 ilə 85-in arasını götürürük. Həmin məsafədə dərinliyi 4 metrə yarımdır. Deməli, 82 metrə 80 ilə 85-in arası olduğu üçün yemləməmizi 82 metrədə aparırıq. Balıq tutacağımız çubuqlara 82 metrənin üstünə 4 metrə daha əlavə edirik. 86 metrədə isə balıq tutacağımız çubuqları klipsəyə vururuq. İndi sizə klipsəyə vurulma qaydalarını da göstərəcəm. Necə olur? Keçmiş videolarımda bu haqda xaçmaz videosunu izləsəz görəcəksiniz. Yəni orada klipsəyə vurma texnikasından istifadə eləmişəm. Yəni burada da qısa da olsa onu da bir göstərim sizə. 82 metrə seçdik distansımızı. Ona görə ilk bu spombu bunun arxasına qoyduqdan sonra belinə 1-2 dəfə fırladırıq. Fırlatdıqdan sonra şpulyanı açdıq. Şpulyanı açdıqdan sonra
Spompumuz orada və distansiyanı seçməyə başlayırıq. 1 2 3 Bu şəkildə 80 metrəni tam klipsəyə vurmaq üçün 82 metrəni 16 dəfə bu prosesi davam etdirdikdən sonra sonuncu nöqtədə yerdə gördüyünüz kimi bu kəmər hər 1 metrədən bir xəttlərlə cızılıb. Yəni sonuncu xətti də gətirib bu 2 metrəyə çatdıqda burada klipsəyə vururuq. Deməli, bizim çubuğun ucundan tam spompun ucuna qədər olan məsafə oldu 82 metrə. Atışlarımızı etdikdən sonra, yəni yemləməni, bunu ölçünü 80-in üstünə, suyun altındakı dərinliyi də nəzərə alıb, balıq tutacağımız çubuqlara bu şəkildə eyni qaydada klipsəyə vururuq. Buna da deyirlər, yəni çubuğu məsafəyə görə klipsəyə vurmaq. Qardaşlar, çubuqlarımız klipsəyə vuruldu, spomp çubuğumuz klipsəyə vuruldu. Balıq tutacağımız çubuqlar klipsəyə vuruldu. İlk spomplama ilə məşğuluq. Nöqtəni yedizdirməliyik, sonra balıq tutacağımız çubuqlarla həmin nöqtəyə qırmaqlarımızı qoyacağıq. İlk öncə yemi doldururuq. Bu spompun qaydası atdıqdan sonra o biri spomplar suya dəydikdə açılır. Bu spompda isə çevrilməlidir. Biz o qırmızı hissəsi onun paplavok hissəsidir. Çevrilməlidir. O qırmızı hissəni gördükdə 2 dəfə çubuğu sirkəliyirik. Onun içindəki yemlər sirkələnib boşalır olduğu nöqtəyə. Əlcəyi yaddan çıxartmırıq. Əlcək hər zaman əlcəklə işləmək lazımdır. Barmaqlarınızı qoruyun. Atış etdikdən sonra klipsəyə vuracaq. Düşdü, tam nöqtə. Bağladıq. Tarımı və paplavoku gözləyirik. Paplavoku gördük. 1 dəfə sirkələdik, 2 dəfə sirkələdik, 3 dəfə sirkələdik. Həmin yerdə yem boşaldı. Boşaldıqdan sonra ta suyun üzünə çıxana qədər bunu bacardığımız qədər yığırıq. Bu da ilk spompumuz. Vurduq, yem nöqtədədir. Belə də davam edirik. 5-10 arası spomplama etdikdən sonra keçirik balıq tutacağımız çubuqları həmin nöqtəyə atmağa. Qardaşlar, bir sektorumuz daha Rafi qardaşımızdır. Bizim sıralarımıza ən son qatılanlardandır. İlk məşqlərinə gəlib, maşallah azdan çoxdan özü də bilirdi. Bu günləri bəzi şeyləri təkmilləşdirdi. Markirovkanı, xəritə çəkməyi, klipsəyə vurmağı. Bunları öyrəndi. Qoy özü də sizi bir sevindirsin, özü də danışsın ki, nə iş gördü, nə elədi. Hansı distansı seçdin təxminən? Təxminən 30-40 metr 30-40 metr məsafədə distansı seçdim. Yəni Azərbaycan Fishing klubunun yeni üzvüyəm. Yəni balıqçılığı bilsəkdə, yəni bu qrupa təzə qoşulmuşuq. Atışları öyrəndik. Markirovkaları öyrəndik. Klipsəyə vurmaqları öyrəndik. Və bunlara baxmayaraq, bunun yeni olsam da və bir sazan ilk balığımı tuttum. İnşallah. İnşallah Carfishing qrupu adından suya buraxılacaq və onun çəkilişini də eləyib sizlərə göstərəcəyik. Qardaşlar, sektorlara bölünmüşük. Məşqlərimizdir, çempionat qabağı. İnşallah bilirsiniz, Azərbaycanda Carfishing çempionatı olacaq. İdman Nazirliyi, Su İdman Növləri Federasiyasının və BBK klubun klublarla bir yerdə Kütüm klubu, Delfin klubu,
Azərbaycan Kart Fishing Klubunun birgə keçirtdiyi bir çempionatdır. Bu çempionatda hal-hazırda sektorlara bölünmüşük, məşqlərimizi eləyirik. Sektorlarımızdan biri də idmançılarımızdan Tural qardaşdır. O da öz sektorundadır, öz məşqlərini eləyir. Perspektivli nöqtəni seçdik. Həmin yeri sport vasitəsilə yemləmişəm. Distansiyon var. Bəli. Distansiyam 87-90 metr arasıdır. Əla. Maşallah səndə o potensial var 87-90-ı işləməyə. Sportlamışam. Əla. Görürdüm əla. Atışların da ideal. Nətər deyərlər, çubuqlar yerində, rotbot yerində, distansiyalar qoyulub, hər şey ideal. Məşqlərin bizə həqiqətən də xeyri var. Hər dəfə gördün ki, biz yeni şey, yeni taktika, yeni bir şey öyrənirik. İnşallah biz Türkiyə çempionatına da hazırlaşırıq. Tural qardaş da Türkiyə çempionat iştirakçılarındandır. İnşallah onu da bir veriliş olaraq hazırlayacağıq. Yəni qabaqcadan deyim ki, biz Türkiyə çempionatına da hazırlaşırıq. Bu ilin Elazığ Hazargölü Sazanovu çempionatına. İnşallah onu da çəkilişləri olacaq, oradan da məlumatlar olacaq. Tural. Öyrənəcək çox şeyimiz var. Həri, yaşa, öyrən, yaşat ki, gələcək nəsil yaşasın. Şamaxıda yox, hər zaman biz bu Çukuryurtda balıqçılığa gələndə, məşqlərimizi eləyəndə Şamaxı Balıqçılar qrupunun nümayəndələri hər zaman bizə dəstək olublar, həmişə yanımızda olublar. Kənan qardaşımızdır, qrupun sədridir, Qabil qardaşımızdır. O da həm bizim Azərbaycan Kart Fishing Klubunun iştirakçısıdır, həm də bu Şamaxı Balıqçılar qrupunun üzvüdür. Hər zaman bu dəstəklərini göstəriblər. Mən istəyərdim ki, siz də tanıyasınız onları. Bu gölün qorunmasında, bu gölün brakonyerliyi ilə mübarizəsində tam belə fəaliyyətlərini göstərirlər. Biz onlarla fəxr edirik. İstəyirəm ki, bir Kənan qardaşımız da öz qrupu haqqında bir kəlmə danışsın. Əvvəla salam, xoş gəlmişsiniz. Biz bu gölün tək bu göl deyil, bir neçə göl var ki, Şamaxıda qoruyuruq. Yəni istər tor, tok və digər brakonyerlik, yəni mübarizə aparırıq onlarla. Yəni çox sağ olsun Qabil qardaş da bizə həqiqətən dəstək verir, əlindən gələni eləyir Şamaxı. Yəni biz çalışdığımız qədər gölləri qoruyuruq ki, gələcək nəsillərə. Tam qrupumuzun hamısına təşəkkür edirik. Bəli, hamıya ona görə ki, hamımız sözü bir yerə qoya bilirsiniz. Kim harda nə gördü, tor, tok, yəni brakonyeriyə qarşı nə gördü, məlumat verirlər. Tez biz də yəni ona qarşı tədbir görürük ki, yəni bu şeyin qarşısını alaq və gələcəkdə belə şeylər olmasın. Bəli. Tək yəni güc strukturları da hər zaman yəni elə bir şey olanda, elə bir şey görəndə o zənglərə cavab verirlər. Allah onlardan da razı olsun. Sağ olsun. Bu Azərbaycanımızdakı bu göllərin qorunması, bu kiçik necə deyirlər, balaca göllərdir də. Bu göllərin qorunması gələcək nəsilə töhfədir. Necə ki bizim klubun necə deyirlər, devizi var. Yaşat ki, gələcək nəsil yaşasın. Siz gələcək nəslin qoruyucularısınız. Yəni bu sizin əlinizdədir, bu göl sizindir, sizin ərazinizdədir. Qorumaq da sizin boynunuzun borcudur. Bacardığınız qədər, əlinizdən gəldiyi qədər. Yəni istəyir təmizliyi. Özünüz də görürsünüz, biz hər dəfə bura gəlib getdiyimizdə nə qədər zibil yığırıq. Qabil qardaş özü neçə dəfə videolar paylaşıb, olduğu yerlərin şeylə. Biz belə deyək də, idmançı olaraq, təbiətsevər olaraq, balıqçı olaraq, mədəni balıqçılıq təmsil edədiyimiz üçün hər zaman istəmişik ki, bizim təbiətimiz təmiz qalsın, təbiətimiz gözəl olsun. Bu qardaşlar da ona, yenə deyirəm, çox-çox təşəkkür edirəm. İki qardaşın ikisinə də, Qabil qardaşıma da, Kənan qardaşa da, onların üzündə də bütün Şamaxı balıqçılarına təşəkkür edirəm. Qardaşlar, bir sektorumuz daha, idmançılarımızdan Əhməd. Nətər deyərlər, o da çempionat iştirakçısıdır. İnşallah sentyabrın ayının 4-ü 6-sı Azərbaycan Kart Fishing çempionatının iştirakçısıdır. Sektorunu seçib, o da məşqlərinə gəlib, qoy özü də bu məşqlər haqqında bir iki kəlmə danışsın. Məşqlərimiz davam eləyir. Yemləmişik, nöqtəmizi seçmişik. İnşallah Markirovka eləmişəm. Markirovkamı eləmişəm və nöqtə olaraq 120-130 metr arası. Ay maşallah, sən Turalı da vurub keçmişsən. Yəni dəli işləmək qərarına gəldim bu dəfə.
Və inşallah ki, balığımızı gözləyirik. Yemləmə spompla işlədin. Bəli, spompla Amma bu işləmişik. günləri bizim bütün məşqlərimiz spompla idi. Sən bu günləri yemlərdən nə istifadə elədin? Meyvəsal, Meyvəsal və heyvansal yemlərdən də istifadə Onda etmişəm. 2 nöqtə seçmisən. 2 nöqtə, bəli. 2 dənə çubuğum var. Biri 120-də, biri 130-da sağ, solda 120-də Bəli. əla. Mən bilən ki, pevastiklə işlədin sən. Bəli, bəli. O da bəli. okey. Bir söz nətərdir? Hər idmançı özünə öz yem üsulunu seçir və yerinə görə bu yaydır. Bu gölün balığı biraz heyvansala üstünlük verir, amma biz meyvəli yemlərdən də istifadə eləməliyik ki, bəlkə, yəni o olmaz, bu olar, götürmə, ona görə yoxlamaq Axtarış lazımdır. edirik, bəli. Bəli, yoxlamaq lazımdır. Məşqin Əlbəttə ki. hər zaman xeyri var. Nə Mütləq. qədər çox məşq, o qədər çempionluğa İnşallah necə namizəddik. deyirlər, namizəddik. Bəli. Uğurlar inşallah gələcəkdə bu qarşıdan gələn idmanımızda, yarışımızda da digər klublarımızın üzvlərinə də Güclü olan qalib qazansın. gəlsin, bəli və uğurlar diləyirəm. BBK klubun uşaqları da bizdən sağ tərəfdə yerləşiblər. Onlar da öz məşqlərini eləyirlər. Baş çəkək, onların da bir sektorlarına baxaq, görək onların məşqləri necə gedir. Buyurun gedin, onlarla da bir görüşək. Yaxınlaşırıq BBK-nın kampına. Necə deyərlər, gələcək nəsilimiz, kimlərsiniz ki, biz balıq qoruyuruq, balıq saxlayırıq. BBK klubunun Carfishing sədri Azər müəllim. Sədri yox, yəni Hə. Sədr Çingizdir. Yox, İdarə heyətiniz bu. Bu bildim. karpın kuratıdır. Karp üzrə, Hə, karp üzrə. Ha, karp Hüseyin üzrə. qardaşımız rыбak, carp-fishingçi, İlkin qardaşımız carp-fishingçi. Birinci sözü verək Azər qardaşa. Salam Buyur, olsun bütün balıqçılara. Biz çempionat qabağı bildiyiniz kimi 4-6 sentyabr tarixində bizim Azərbaycan Carfishing çempionatı keçiriləcək. Azərbaycanda olan balıqçı klubları, BBK, Kütüm klubu, Delfin Fishing və Azərbaycan Carfishing klubu birlikdə Azərbaycan Su İdman Növləri Federasiyasının təşkilatçılığı altında bir turniri təşkil edirik və bu turnir də Carfishing qaydalarına uyğun keçiriləcək və biz də turnir qabağı, çempionat qabağı gəlmiş öz məşqlərimizi edirik. Yəni hər klublar öz məşqlərini edir. Biz də gəlmiş həm uşaqları da gətirmişik, onlara balıqçılığın əsaslarını başa salırıq, mədəni balıqçılığın, idman balıqçılığının əsaslarını başa salırıq. Özümüz də məşqlər edirik. Bir gün də məşqlərimizi, kampımızı qurmuşuq, 2 gündür buradayıq. Ərazini markirovka elədik, xəritəsini çıxartdıq. Sonra nöqtələri təyin elədik, yəni işlədiyimiz nöqtələri təyin elədik, spompladıq, yemlədik və öz atışlarımızı elədik. İndi belə deyək, bu yarışa ciddi hazırlaşırıq. Bilirəm ki, bütün başqa komandalar da, yarışanlar da hamısı güclü komandalardır, güclü rəqiblərdir. Necə deyərlər, qoy ən güclüsü də qalib olsun. Həm məşqlərimizi eləyirik, həm sektor bölgələrini gedəcəyik indi kollektiv necə deyərlər, klublarla bir yerdə. Biz bunları eləməyimizin səbəbi qüsursuz bir yarış keçirtmək. Bu Azərbaycanda ilk carp-fishing çempionatıdır. Yaxşı ki, bu klublar bir yerə yığışıb, sözü bir yerə qoyub belə bir çempionatı təşkil elədilər. Allah hamımıza uğurlar versin. Çempionat qabağı məşqlər deyəndə ki, biz bu göldə artıq bir neçə dəfə balıqçılıq eləmişik və balıq götürmüşük də. Bugünkü məşqimizin məqsədi isə digərlərindən fərqli olaraq daha başqa yemləri yoxlamaq, daha başqa yemlərlə bu gölü bir tanımaq. Yəni onun üçün bugün biz buradayıq. Hələ çempionat qabağı bəlkə yenə gəldik, məşq elədik. İstər idman carfishing olsun, istər surfcasting olsun. Bu idman balıqçılığının inkişafı bu Azərbaycan üçün bir yenilikdir. Biz bu Allah BBK neçə illərdir buna böyük yollar qət edib. Onların əziyyətini Allah itirməsin. Biz buna çalışmalıyıq ki, vəbşə, yəni Azərbaycanda idmançı, necə deyərlər, sədr Azərbaycan BBK klubunun idmançısı, həm də titullu çempionlarından. İnşallah da ki, özü də bir iki kəlmə desin. Çox sevinirəm həqiqətən ki, klubların birləşməyi Azərbaycanda
balıqçılığın inkişafı, idman balıqçılığının inkişafı deməkdir. Və hər kəsə tövsiyə eləyərdim ki, rayonlarda, şəhərlərdə yeni klublar yaradın və bu idman balıqçılığının töhfəsini verək. Necə ki biz illərdir bu işin üstündə bu qədər əziyyət çəkirik, hamımız. İstər Delfin klubudur, Kütüm klubudur, yeni yaranmaqlarına baxmayaraq Askarfın maşallah olsun ki nailiyyətləri də var və bizi ilə bir yerdə 4 klub çiyin-çiyinə həqiqətən Azərbaycanın bayrağı üçün çalışır. Və bu günləri İdman Nazirliyi və Su İdman Növləri Federasiyası köməkliyi ilə Azərbaycanda balıqçılığın inkişafı, idman balıqçılığının inkişafı daha da artacaq, daha da öz töhfəsini verəcək. Və qardaşlar, bir dənə də anonsu sizlə paylaşmaq istəyərdim. 19 sentyabr Ramada Otelin qarşısında Azərbaycan Surfcasting çempionatı keçiriləcək. Çalışın, qeydiyyatdan tezliklə keçin. Yarışa qatılın, çalışın ki, fəal iştirak eləyəsiniz. Gənclər və İdman Nazirliyi və Su İdman Növləri Federasiyası təşkilatçılığı ilə bu Azərbaycan çempionatı, Surfcasting çempionatı təşkil olunacaq. Qardaşlar, günün sonudur. Bizim klubun yeni idmançısıdır. Bu günlər məşqlərə gəlmişdi. Məşqləri çox uğurlu keçdi. Qismətində balıq da varmış. Öz balığını çıxartdı. İnşallah o balığı da indi çəkisini bilib, sonra özü öz əli ilə bu Şamaxının Çukuryurt gölünə buraxacaq. Siz də bunun şahidi olacaqsınız. Buyur. Bu bizim balığımız. İndi çəkisini alacağıq. Nollandı. Hal-hazırda. Ya Allah. $7 kilo 610 qram. Hə. İndi bunu nə edirsən? Bu hamı görsün. Yəni balıq buraxma qaydası. Balığın başı görürsünüz bu tərəfdədir. Və bunu bu şəkildə götürdünüz. Buradakı zamoku, yəni hardan ki buraxacaqsınız, o zamoku axıracan açırıq. Bunu axıracan açdıqdan sonra yaxınlaşırıq ora gölə, düşürük aşağı. Hə. Balıq suyun içində buraxılmalıdır. Bu balığı buraxıram Azərbaycan karfişlərinin adından Şamaxı gölünə. Yaşat ki, gələcək nəsil yaşasın. Aç, tam göstər balığı. Az bir şey qaldır. Hələ getmədi. İndi getdi, raket kimi. Qardaşlar, məşqlərimiz bitdi. Necə deyərlər, balığımız da oldu. Gölü də, markirovkanı da təkmilləşdirdik, klipsanı da təkmilləşdirdik, xəritə çəkməyi də təkmilləşdirdik. İnşallah çempionata tam hazırıq. Sentyabrın ayının 4-6-sı İdman Nazirliyi və Su İdman Növləri Federasiyasının təşkil elədiyi Carfishing çempionatının 4 klub qoşulur. BBK klubu, Azərbaycan Carfishing klubu, Delfin klubu və Kütüm klubu. İnşallah da ki, bu yarışda güclü olan qazansın. O vaxta qədər də biz yeni göllərdə çəkilişlərə gedəcəyik, göstərəcəyik. Bu davam edəcək. Bizi izləməyi unutmayın.